həyatı müğənni ilə eşq yaşayır. Mən də eşitdim bu xəbəri, amma inanmıram. Xatının maşallah böyük oğlu var. Bilmirəm nə olub ya yox. Düzdür, maşallah cavandır, qəşəngdir, təravətlidir. Amma məncə onun oğlunun toyu olub axı. Düşünürəm o bunu etməz. Amma söhbət var da. Məsələn, deyirlər Xatun Əliyev haqqında yəni eşq yaşadığını müğənni ilə, bir müğənni oğlanla deyiblər. O da cavab verib ki, Milli Nöqtəsi xəbər verir ki, o sənətçinin duet otağı Cəzahirlə sevgi münasibətində olduğu iddia olunduğuna bağlı sual veriblər. Xatun yayılan söz-söhbətə aydınlıq gətirib. Həmişədən duet ortaqları ilə bağlı belə sözlər deyilir. Fikirlərinə hörmətlə yanaşıram. İnsanların, izləyiciləri, biz biznes partnyorlarıyıq. Bunu nə təksib edirik ki, nə də təsdiq. Kimə necə xoşdur, elə də qəbul etsin. O deyib ki, Cəzayirlə dostluqları var. Açıqlama verib dostluqları var, amma doğrudan deyil. Hətta kimlər ki, duet ortağıdır, həmişə söhbət gəzir ki, onlar həm də aşk yaşayır. Amma Xatun xanım onu deyim ki, bunlarda bir həqiqət var. Mənzurə Musayeva müğənni demişdi ki, kimlər ki duet ortağıdır, onlar həm də aşk yaşayır. Amma bunun deyərdim ki, elə 80%, 90% belədir də. Yəni hadisələr bizim gözümüzün qabağında baş verir. Bir də bacarana can qurban, nəyimizə lazımdır. Bir-birlərini sevirlərsə, bir-birinə nə bilim məhəbbətləri varsa, bizdə deyil. Mən artıq bugündən heç kimə tənqidi heç nə deməyəcəm, hamısını alqışlayacağım. Çünki bütün gün üstümə düşürlər.